Sumqayıtda qadını görüntüləri ilə şantaj edən şəxs saxlanılıb. 39 yaşlı qadın 26 yaşlı tanışı tərəfindən sosial şəbəkədə şantaj edilməsi ilə bağlı polisə müraciət edib. Gənc oğlanın hədə-qorxu yolu ilə qadından bir müddətli pul və qızıl zinət əşyaları alması müəyyən edilib. Həmin şəxs barəsində Cinayət Məcəlləsinin 182-ci hədə-qorxu ilə tələb etmə maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir. Əldə etdiyimiz məlumata görə həmin şəxs qadının qızıl qolbağını pul əvəzində almış və əlavə 8500 manat tələb edib. Qadın həmin pulu verə bilməyəcəyini gördükdən sonra polisə müraciət edib. Polis hədə-qorxu ilə üzləşən vətəndaşların vaxtında müraciət etməsinin zərurliyini vurğulayıb. Mingəçevirdə intihar hadisəsi olub. Aprelin 8-də saat 23 radələrində Mingəçevir şəhər sakini 1994-cü il təvəllüdlü Günay Məmmədova çoxlu sayda həb içərək özünü öldürüb. Günay Məmmədovanın 9 yaşlı oğlu əqli məhdudiyyətlidir. Ehtimal edilir ki, qadın məhz bu səbəbdən canına qıyıb. Faktla bağlı araşdırma aparılır.